Roma Papası 14-cü Leo tərəfindən qəbul olunduğuna görə təşəkkürünü bildirən Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyeva Vatikanla Azərbaycan arasında son illərdə münasibətlərin ikitərəfli əlaqələrin xeyli dərəcədə inkişaf etdiyini vurğuladı. Birinci vitse-prezident son illər ərzində Heydər Əliyev Fondunun bərpa işlərində, həmçinin elmi araşdırmalarda, mədəni mübadilələrdə müqəddəs taxtacla bir çox işlər gördüyünü diqqətə çatdırdı. Birinci vitse-prezident Heydər Əliyev Fondu ilə Vatikan arasında imzalanmış sazişlərə əsasən bəzi layihələrin uğurla başa çatmasından sonra digərlərinin icrasına başlanıldığını vurğuladı. Mehriban Əliyeva bundan sonra da Heydər Əliyev Fondunun yeni təşəbbüslərlə çıxış edərək müqəddəs taxtacla əməkdaşlığını genişləndirəcəyini dedi. Görüşdə müqəddəs taxtacın Azərbaycandakı katolik kilsənin fəaliyyəti, eyni zamanda ikinci katolik kilsənin tikintisi ilə əlaqədar aparılan hazırlıq işləri barədə məlumat verildi. Roma Papası 14-cü Leo Vatikan dövləti ilə Azərbaycan Respublikası arasında ikitərəfli əməkdaşlığın uzun tarixə malik olduğunu diqqətə çatdırdı. Roma Papası bir neçə il əvvəl Mehriban xanımın irəli sürdüyü təşəbbüslər sayəsində münasibətlərin xeyli inkişaf etdiyini deyərək birinci vitse-prezidentə təşəkkürünü bildirdi. 14-cü Leo bu əməkdaşlığın dinlərarası və sivilizasiyalar arası dialoqa çox böyük təkan verdiyini, Azərbaycanın da bu baxımdan dünya miqyasında ilk sıralarda yer aldığını qeyd etdi. Müqəddəs taxtacın rəhbəri Vatikanın Azərbaycanla bu layihələri davam etdirməkdə maraqlı olduğunu deyərək, İkinci Katolik kilsənin tikintisinə ayrılmış torpaq sahəsinə görə təşəkkürlərini Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə çatdırmağı xahiş etdi. Roma Papası Heydər Əliyev Fonduna görülən işlərə görə minnətdarlığını ifadə etdi. Birinci vitse-prezident Mehriban Əliyeva müqəddəs taxtacın rəhbərinə minnətdarlığını bildirərək Roma Papasını Azərbaycana səfərə dəvət etdi.